Evet, genelde toplaması verilmiştir diyelim. Tamam. Bu şərti sildik. Sen bilmiyorum. 2 dənə şərti işləmişik artıq rekorddan öncə. Asıl o biri nerede? Hansı ilə? Eləyəcək də. Neyse, 450. 15 Mart'a yine 243 olarak seçirəm və Pegasus'a göndərdiyimə görə həmin hesabdan mı əlavə edeyim mən? Yok. Bəli. 226-nı buradan olaraq götürürəm uşaqlar. Çünki bir tanınan rəqəmə təkrar bir də əlavə etmək istəmirəm ki, balansı doğru aparsın. 226 hardan çıxıbdı artıq bizdə? Böyle subsot hesabından. Kimdən çıxıbsa onu əlavə edirik. Depozit, bəli. Rəqəm nə olacaq? Nə qədər köçürürəmsə əsas məbləğ, bəli, onun 18%. Xeyr. Çıxarmışıq axı. 450 Allah'ım. Sadece. Qaldıq. Təşəkkür edirəm. Tamam. İkinci əməliyyatımı qeyd elədim. Mən yoxlaya-yoxlaya getməyi sevəcəm. Deməli, depozit hesabımda dəyişiklik olmalıdır və verilmiş avansımda dəyişiklik olmalıdır. Verilmiş avansım 243 nömrəli hesabdır. Bəli, bu qədər düşməli idi, düşübdür. Bəs 226 nömrəli hesabımda nə olacaq? 450 azalmam gedib və qalığım da 4590 manat hələ depozitdə pulum durur. Və bank hesabımda da 25500 manat pulum var. Və gəldim əməliyyatlarımın digər ardıcıllığını aparmağa. Yəni, nə olacaq? Artık yani. 15 tarixindən sonra hansı tarixdir? 23. Dəqiq. Sağ ol. 23 tarixini düzəldək. Malum aldı. Birinci əməliyyatımız nədir? Gəlin biraz söhbət edək, ondan sonra gedək. Şərtdə bizə nə deyirdi? 23-də bir Pegasus təhvil təslim edibdi. Əsas məsələ odur. Pegasus malları hazır edib ki, gəlin malınızı götürün. Düzdürmü? Biz 23 malı götürmək üçün bizə nəqliyyat vasitəsi lazımdır, yoxumuzdur. Fəhlə lazımdır, yenə yoxumuzdur. Bu malları aparıb quraşdırmağa adam lazımdır, yenə yoxumuzdur. Yəni, işçi kimi götürməmişik. İşə götürmə əməliyyatını ayın birində edəndə ancaq nə götürdük? Rəhbər götürdük, mühasib götürdük, satış meneceri götürdük və koordinator götürdük. Başqa bir əməliyyatçımız yoxdur ki, bizim hələ nə şərtə əsasən ambarımız var, nə ambarımızda avadanlığımız var, nə də ki o avadanlıqları işlədəcək əməkdaşlarımız, ustalarımız var. Ona görə biz bu xidmətlərin hamısını kənardan alırıq. Bacardığımız qədər rəsmi eləyə bilməyimiz üçün belə deyək də, iki vergi ödəyicisi arasında eləmək istəyirik, amma sadəcə daşıma xidmətini eləyə bilmişik. Onu da 166 yük daşıma xidməti ilə. Danışılır 166 yük daşıma xidməti ilə ki, bizim mallar götürüləcək. Yəni malların təhvil təslimidir. Malların təhvil təslimini koordinator etdi. Mallar bizim ambarımıza gəlməyəcəyinə görə biz ambarda təhvil təslim almadıq. Sənəd əsasında aldıq. Çünki bizim ambarımız yox. Ona görə mühasibimiz ayın 23-də ilk edəcəyi əməliyyat nədir? Malı tanımaq. Bəli. Mallar deyə. Və bu mallara görə borc kimə yaranacaq? Bəli. Sağlık soruyorsun. Niye? Gəlirik 531-imizə. 531-in süp hesabları var. Mən yerli təşkilatdan olduğuna görə 531 biri seçəcəm. Şirkətimin adı nədir mənim? Farkınız. Yox. Yəni malı öhdəlim yaranır, bəli. Tam saçında efendim. Bəli, 5000 manat. Biraz sayı taşı bilmenin konusu var. Sonra Malların alışı. İkinci əməliyyatımız nə olacaq bununla bağlı? Eyni tarixdə. Bəli, ədəbiyyatını tanıyacağıq. Yok şimdi tömele de ben tanıyorum. Sonradan da ben ödümlü oluyor. Da güzel olmaz tamam. Herkese bize mal gelmedi. Birinci malı tanımalısan axı. Bəli. Birinci elektron qaymada olanı qeyd eləməlisən, nə var, nə yox deyə. Ondan sonraki prosesdə nəticəyə baxmalısan. Hadi görüşürüz.
Araba değer vergisini ödevi. Tamam, belə qalsın. Çox abartıya getməyib. Bir dənə nəticəmizi yoxlayaq. 531-də 5900-üm yarandı. Tamam, bura okeydir. Onun qarşılığında məndə nə formalaşmalıdır? Mallarım formalaşmalıdır. Bəli, ambarımda, olmayan ambarımda 5000'lik mal formalaşır. Və bu mallara görə 241-də də mənim əvəzləşdirilən əlavə dəyər vergim formalaşmalı idi. Yazmışdım. Əvvəlcə nədir? Ha, bu da idxaldır. O zaman o bir tərəfə 241 yazdığımıza görə 241 1-lə dəyişirik onu. Və əməliyyatımıza baxırıq. Bəli. 900 manat düzdür. Nəticəmiz 33.040 manatlıq bir fərqimiz var. Kreditdə hansısa rəqəmimiz yoxdur. Uşaqlar. Kreditdə rəqəmimiz yoxdur. Kreditdə sadəcə 531-in rəqəmi var. Deməli, alınmış avansla bağlı sıxıntımız var. Göstərimiz var da şu anda. Bilmirəm. Ha, 543 burada. Bunun nəticəsi çox güman ki, bura gəlib düşməlidir. Bəli. Bu biraz fərqli olacaq. Yəni 4 qalsın burada. İndi baxaq. Aha, bu bir tərəfdə də hesablanmalıdır. Orası onda baxarıq. Əsas dövrəyə düzəltdik. Əməliyyatı tanıdım. İndi nə edeyim? Taşıma fərqini tanımaq. Əminsən? İçime git. Bəli, üzləşməyə getməlidir. Yəni, mənim əslində bu qədər borcum yoxdur axı. Mən bunun bir qismini ödəmişəm. Amma avans olaraq ödəmişəm. Bəli. O zaman Pegasus'u buyur. Taşıma. Göstərir ki, sonra şeyle karşılaşıp sana lafını İşte bir başa kat daha diyebilmekten. Xeyr. Bizim pulumuz hardadır? Pegasus'u ödədiyimiz 243-dədir. 243 Pegasus'u götürürəm və əlavə edirəm. Rəqəm nə qədər? 2500. Niyə 2450 seçmirəm? 2950 seçmirəm? Seçə bilərik. Niyə seçməyək ki? Bizə nə mane olur ki? Hı? Bax, əvəzləşməni görürsünüz. Həm 531-də Pegasus yazılıb. Diqqət edirsiniz şirkətin adına. Həm 243-də Pegasus yazılıb. Biri məndə aktiv Pegasus'dur, biri pasif Pegasus'dur. Aktiv tərəfi verdiyim avansdır, pasif tərəfi mənə yaranan öhdəliyidir. Həmin aktivlə pasiv elə bir minusla plusu cəmləyirəm, yerdə qalan nəticə mənə maraqlı. Yəni, qalıqda mənə nə əmələ gələcək? Onun üçün mən burada hər hansı bir qanunvericiliyi pozmadığıma görə 2500 manatla, yəni verdiyim əsas məbləğlə ƏDV-ni cəm edirəm və avansımı bağlayıram. Deyirəm, nə olsun, hə? Verilmiş avansın bağlanması. Borçana vəzləşdirmiyor musun? Elə yazsan olar. Tək əvəzləşdirmə yazsan olmaz. Başqa vaxt nə edirik? Pul köçürmədik ki. Köçürdüyümüz pul nə olmuşdu bizdə? Aktivin yer dəyişməsi olmuşdu bu əməliyyatda. Verdiğin avansı bağlayırsan da adamın yorumlarını şimdi yani. Proporsiyon olsun verilmiş var. Ben olmuşum. İyi bir gazete gördüm. Çünkü bunun bir gazete ben Bax, mən buralara görürsünüz nə yazıram? Subkonturların adını yazıram, hesabların adını yazmıram. Yəni hansı şirkətlərindən və nələrin əməliyyat elədiyimi. Öz bankımı yazanda belə şirkətimin adını və bankımın adını qeyd edirəm. Bura yazmıram daha bank hesabı. Nə üçün? Çünki hansı əməliyyatlar, hansı şirkətlərlə baş verdiyini gördüyüm üçün. Verilmiş avansda mən kimə vermişəm? Pegasus'a. Yəni Pegasus'da mənim pulum olduğunu bilirəm. Bu birisi tərəfdə isə, yəni 531-də yenə Pegasus'a borcumun olduğunu bilirəm. Borcum olan Pegasus'a yeni kontragentdir, Brest'də görəcəksiniz. Həmin kontragentdən alacağım da olduğuna görə ikisini bir-birinə bağlayıram. Yəni avansı. Real nə qədər borcum qaldığını. İndi gəlirəm dövrəyə qalıq cədvəlimə.
Gəlirəm həmin hissəyə 531-ə baxıram indi. 531 mənim nəyim idi? Öhdəliyim idi, düzdürmü? Buradan açaq. Tamam. 5900 Pegasus'a bir borcum var idi. Göstərir ki, borcun olub və onun debitində bir 2950 var. Bu nə zaman formalaşa bilər? Mənim borcum azaldığı zaman. Mənim borcum necə azala bilər? Mən ödəniş etdiyim zaman. Hal-hazırda mən Pegasus'a ödəniş etdimmi? Son əməliyyatda etmədim. Mən ödənişi etmişəm ayın 15-də, amma onu Pegasusun haqqı görmədiyimə görə həmin vaxt Pegasus'a borcum yox idi axı. Mən ancaq borclarımı ödəyə bilərəm. Pegasus da mənə bir şey vermədiyinə görə mən onu Pegasusun debitində qeyd eləmədim. 243 nömrəli aktiv hesabımın debitinə qeyd elədim və adını da qoydum Pegasus ki, mənim pulum Pegasusun cibindədir o vaxta qədər ki, Pegasus mənə pulunu ödəyəcək. O zaman xərcləyə bilər o pulunu. Əslində təyinatı budur. Yoxsa əgər onu mənə vaxtında vermədiyi zaman mən onun cibində olan puluma görə ona faiz istəyə bilərəm. Ki, mənə faizimi ver. Mənə demişdin, ayın sonuna qədər mənə mal verəcəksən, amma vermədi. Sən deməli, mənim pulumu başqa məqsədlə istifadə eləmişsin. İndi ona görə mənə faizimi ver. İllik 15%-dən mənə faiz ver. İllik 5%-dən mənə faiz ver. Müqavilə şərtimi onu ata bilirəm ki, mən öz müqavilələrimi atıram yəni. Bundan sonraki əməliyyat nədir? Avansı bağladım. Bunların pulu nə vaxt ödəyəcəm? 24-də. Tamam. İndi nə baş verir? Birinci əməliyyat. Bu mal götürülməlidir. Düzdürmü? Götürülməsi üçün bizim daşıma məsələmiz var idi. Biz iki vergi ödəyicisi arasında olan bir əməliyyatımız var idi. 166 yük daşıma xidməti ilə. Birinci onu tanıyacağım ki, şirkətlə müqaviləni bağladım. Qiymətləri razılaşma protokolu elədik ki, o adresdən, Pegasusun adresindən, yataşın adresindən bizdən nə alacaqsın? O dedi 210 manat. Dedi okeydir. Ona görə mən məsəl üçün 701-ə qeyd edirəm. Satışın maya dəyərinə. Səbəbim nədir satışın maya dəyərinə qeyd eləməyə? Bu əməliyyat birbaşa satışı formalaşdırdığı üçün, yəni satış gəlirinin əldə olunmasını çəkildiyi üçün və məlum bir şeyə bağlı olduğu üçün biz nə deyirdik? Yəni məlum və məlum olmayan, hesablaya bilmədiyimiz əməliyyatlar var. Burada isə bilirəm ki, bu markeri A nöqtəsindən B nöqtəsinə aparmaq istəyir. Bax, ümumi bu markeri. Bu markerdən başqa növlərini yox. Yəni 5 dənə mebeldən gedir söhbət. Bu 5 mebelin xərcinə silinə bilər. Başqa əməliyyatlarından əmələ gələn gəlirlərimin yox. Ona görə mən onu 5 əməliyyat, 5 dənə mebelin gəlirinə silirəm. Satılmış məhsulun maya dəyəri olaraq qeyd edirəm. Hardan siləcəm həmin əməliyyatı? Yəni harda hesablayacam bunu? Bəli, iki vergi ödəyicisi arasında əməliyyat olduğuna görə 531 qeyd edəcəm və 166 yük daşıma xidməti tamam. Qeyd edəcəm 210 manat. Xidmətimi aldım. Başqa nə almışdım bundan əlavə həmin tarixdə? Mal təhvil Hı? Mal təhvil verə bilmək üçün sənin belə izah edeyim kobud şəkildə. Sürücü getdi, çatdı Pegasusun anbarının qabağına. Astı qapıları gözləyir. Bu malı kim yükləyəcək? Fəhlələr. Bizə fəhlə lazımdır. Lazımdır. Fəhlələr də birbaşa nəyi? Bizim kastamızdan puldan verilə bilir sizlər təsir Hı şirkəti. -hı. Ardıcıllığa əsasən harda tanımalıyam səncə? Niyə? Mən Nədən qabaq? nağd ödəniş eləyəcək, sonrasında nağd oldu. Nağd ödəniş eləməmişdən qabaq tanısan bəs? Olur da yəni. Biz burada birinci fəhlənin danışan kimi pulu vermirik ki. Fəhlə usullaşdırını nə edirik? İşi görür, təhvil verir, sonra pulu veririk. Bizə pul həmin momentə lazımdır. SMM-dəni qeyd elədim. Bu səfərsə bəli də sinifləndirdik və yenə hara deyək? Fəhlələrimiz deyildi. Fəhlə xərci deyək buna. Fəhlələri yük olsun. Ben bir tane benim kapım. Yerləşmir axı.
Ben kompüteri böldüm ya da ki diğer variant ben de taraftarı değilim. Kompüteri böldüm. 200 manat. Yok, farkında olmaz. Niye 200 oldu? Çünkü 4 nəfərdə parasından elədim manat. Böyle bir oda çıktı. Yok, normal. Tamam. Rengi çok iyi. Bir Şu an bizim kime bir şey demiş. Zaman. Tamam. Bir tane de var. Bir tane çok şey sarar. Bəli. Gerçekten var. Bəs kız sen Evet, var. İkisi de bulmaya bakıyorsun. Gerçekten benden düşmanlıklarını bir sanırım. Adam görmedi, o da evli. Uşaqlar, mən rekord edirəm, amma nəzərinizdə olsun. Neredeyse sonra cümleye. Sənə elə gəlir. Nə qədər? 500. Beş. Hətta 5 Böyük otaqda uzaqdaydınız, ona görə. Neçə nəfər üçün? Nəfər deyil orada. Ders için. Üç ders için. Bir ders. Bir də çıxın. Nefer burada. Orada deyil. Bəlkə bir nəfər tuta qoyarsan. Əminsən? Bir ders. 3 nefer usta uğraştım lan. 5 tane yenge. 5 dəst, Dərsdir. 5 dəst mebeli 3 nəfər usta quraşdırdı. Bəli, adama 100 manat. Usta da olsaydı. Nəzərə aldıq öhdəliklərini və maşın yola çıxdı. Təhvil təslimə gedir. Doğrudur. Birinci bunların qalıqlarını düzəldək, tələsmədən. Hansı əməliyyatları etmişik? 701-i. Çoxdan istifadə etmirəm. Ola bilər ki, bəzi əməliyyatlar olmasın. 701-in formalaşıb. Başqa nə var idi orada? 531. 531-də formalaşıb. 543-ümüz var, amma 45-imiz yox. Mən bu digərin yerini... Burada digər var imiş. Mən o 545-ləri edeyim bu. Hə. Qəşək. Resim şöyle oldu. 538 nəfər. Həm də vəziyyətdən canımızı qutaraq. 538. Evet. Ad yazmışam. Digər yazımız. Buna da digər yazmışam. Bunlara adları yazmışam dövlətləri. Ha? Ticaret. Sinifləndirməni bəli edə bilərsiniz. Burada problem yox. Sadəcə burada bir də məndə əlavə 45 açıb bir də onu üstə yazmaq fikrim yox. Bəli. Başka şeyler diyecektiniz. 1700'dür xərcimiz, hə 1700'dür, bəli. Baxaq. Tamam. Nəzərə aldıq. İndi biz də verirsiniz 5 manat. Bəli, sizə borc verməliyəm 5000 manat. Niyə borc verirəm sizə? Masamızda Tarixi yenə həmin tarix seçirəm. 221. Bu bir kassamız sinifləndirməmişik. Kassa var, amma bank hesabımız çoxmuş, hə? kasanın açan Adamın ambarı yok. Sen olsun bu. Uşaqlar, mən 504'ü seçirəm. Beşikdə qalmış samdakı başladı. Bəli. Orada borcun məbləğin qısa müddətli olduğunu gördünüz də yəqin ki, ilin sonuna qədər deyil. Şirketine bakıyorum. Bəli. Birisi bağışlasın. Yanı falan versin. Təsiz şeydə. Təməliyyat. Benim yanımda ilk arkadaşım falan da artık sınavı Sonra isimimizin sayfalarını artık takip isteyen. 205'imize pul daxil oldu. 504'ümüz var mı? Biz anda 205'ten de bırakmalıyım. Ha? 205'ten de bırakmalıyım. 205 nədir? 205'te kalmışım. Vallahi Tanımısan ya, amma hələ ardıcıllıq var axı. Ustalar orada işləyirlər. Pulu götürdün. Pulu götürdün. Təhvil təslimi kim alacaq sizcə? Kendi kaynağım. Təhtə. Yəni bir təhvil təslim alıb,
Gəldi o pulu götürməyə, mebelləri də göndərdi quraşdırmaya. Düz. Pulu götürdü kassadan. Kassadan pulu götürmə əməliyyatını eləməliyik birinci. Eyni vaxtda da ustalar quraşdırma işlərini aparsınlar. Koordinator 221. Bəli. Bəli. Koordinator. Niye? Sen zaten bir var yapıyorlar. Tamam. Sonra niye 1701 başa verdin? Ustayla Ferhat'ın Ferhat'ın çektiği bana Nağd əməliyyatları. Taşın altında 5 lira kafasına değdim. Bakın. Bir şey var. Ben korkma bence. ben de bakarım neyse umarım kaçsın. Əməliyyata baxaq. Təhvəldə 1700, kassada 1700 azaldı. 3300 kassada pulumuz qaldı. Əməliyyatlarımız. Aha 5000'lik sıkıntımız var. Bir dəqiqə 5000 bizdən nə idi? Təsisçidən aldığımız borcuydu. Bağlaşsın. 48.000, 53.000. Burada düşməyib. Hədər cəmləmədə götürmür. Bu neyin içərisində götürməli? Bir dəqiqə. Xanası nədir bunun? F48'dir, düzdür? F48. Vəssalam. Götürdü pulu. Çok yanıldı. Pulu götürdüyü pulu hara təhvil verməlidir? Yəni gedib işi təhvil təslim alanda ustalardan ki, mənim işimi doğru gördülərmi? O zaman ustalara pulu ödəməlidir. Getdi təhvil təslimə, tarix ardıcıllığımız hələ ki ayın 23-ündəyik. Ustaları biz harda nəzərə almışdıq? Həm fəhli olaraq almışdıq nəzərə, həm usta olaraq almışdıq nəzərə, quraşdırma öhdəliyi deyə. Və pulu hardan ödəyəcəyik? 244'dən. Bəli. Bizim nə işimizə onu ödəmək. Rəqəm nə qədər olacaq? 200.500. 200 və 1500. Və hər kəsin pulu özünə. Yadınızdan çıxan bir şey yoxdur. Bəli, yükdaşımanın pulu hardadır? Varsa benim. Yazıq be, 210 var. Yükdaşımaya bəli, onu bankdan ödəyəcəyik, amma əməliyyatı burada ödəməmiz lazım idi ardıcıllığına görə. Bəli, hesablama ödəmə əməliyyatı olacaqdı. Yenə 23'dür. Yəni eyni gündə, amma əməliyyatın ardıcıllığına görə 223 oradadır bizdə. Paşa bankdan ödəyəcəyik. 210 manat. Her kitabın üzerine kitap sayısı. Ha, anana dikkat yaparım. Tamam. Yok. Bura bitti. Bəli. 5'ten satacağım.
Bizdə şərtlərdə göstərdiyim öhdəlik olmayacaq. Sonra bir dərdə qeyd edelim. Tutaq ki, desəydi ödəndi kassada. Çıxaşda 225'lik qeydləmişdik. İkinci dəfə ehtiyac yox idi. Kassadan deməz, nağd ödəniş deyər. Kassadan nağd ödəniş edildi deyər. Kassanı deməz. Kassadan ödəmə ola bilməsi üçün həmin şəxsin kassaya gəlməsi lazımdır. Yəni o proseslər real baş verməlidir. O kassaya gəlib öz pulunu götürməlidir. Yəni kasser pul əlində onun dalınca gedə bilməz. Çünki kassanın sənədi orada yazılmalıdır. Sualı tamamlaya bilmirəm. Yəni əlbəttə təsisçi borc versəydi banka, başqa bankım artacaqdı. Hə, amma bankım artacaqdı. Ama baktım təsir verebilir. Dolayısıyla Peki. Kassaya pul çəkmək istəyirsə, bəli, aktivin yer dəyişməsi olacaqdır. Yəni, Bizim pek bir şey var. tamam. Harada qaldıq? Təhvil ödədik. Hələ gözlə bir təhvil təhsilin bitdiyi aldım. İndi isə öz aktımı imzalamalıyam. Təhdər hesab şəxs malları yataşın əməkdaşına təhvil təslim eləməlidir. Bax, quraşdırdı, hər şey əla. Şöbdən akt imzala zəhmət olmasa, elektron qanunuda ona uyğun. Hə, təsdiqini verdi. Şöb. Bizim artıq elektron qanunu'nu akta görə yönləndirdik və gəlirimizi tanıya bilərik. Hansı tarixdə? 23 tarixində gəlirimizi tanımaq üçün birinci satış, bəli, satışı nəyə satmışıqsa həmin malı çıxartmalıyıq. Hara? 701'ə səni təbrik edirəm. Satılmış malın maya dəyəri 205'dən. Bakan kallar. Sen de al. Sen de kim? Her şey birbirinden alakasını çıkar. Hətta nə qədər rəqəm yazacaq? 5000. Bilmiyorum. Maya değeri 5.000 ama satışımızdan gelirimiz 3.000. Tamam. Baxın, buna görə yazırıq. Bizim nə qədərlik malımız var idi zaten? 5000'lik var idi. Ona görə də 5000 silə bilirik. Yəni sən bura artıq mal yaza bilərsən heç? Yox, nə qədər mövcudun var, o qədərini çıxarda bilərsən sadəcə. Ya da bir satdığın. Baxım SMM-dən artdı mı? 6910 manata çevrilib, okeydir. Malı sildim. İndi bu satdığım malın gəlirini tanımalıyam və gəlirə görə məndə nə baş verib onu tanımalıyam. Ben imtihan yapsam. İmtihanda çalışmış. İmtahan bitib ücü. Yok. Yox. Birinci gəlirimi tanıyıram. Bir dəqiqə üzr istəyirəm. Baxın, burada ola bilər ki, 601'i də sinifləndirmiş olun. Allah bəlanızı verməsin. Tamam. 601 bir olaraq var. Seçirəm. Satış. Bana bir şey satmak. Nə qədər? Biz o bıraktığımızı niye sen diye aileler? Səncə? Elemez değil ya. O bizim ambara geldi. Bir başa müşteri çatlarsa satıyor. Xahiş edirəm, xahiş edirəm. Taşıyor. Sen bilecek bak. SMM-də nədir? Açıqlaması. Satlanmaz. Aldığım şeyi satıram. Maya Bəs yaxşı. Ambardakı malın maya dəyərini hesablayanda biz ona nə deyirdik? Qiymət təyin edirdik 2 dənə. Malın uçot qiyməti və ya da malın maya dəyəri. Sən onu malın maya dəyərinə silmədin. Nəyə sildin? Satışın maya dəyərinə. Çünki o xərclər o məhsullar, hazır olan məhsulların satıla bilsin deyə çəkildilər. Yəni ambara gəlib çıxması üçün yox. Düzdür? Ben orada işlemediğimiz artık kalmadı. Necə qalır? Çünkü 5000 üstüne onlar da gelir ama tepinde teklif bir Biz satış malımızı sildik də. O bizlər zaten əvvəlcədən silmişdi də SMM deyə. Hələ SMM-də sənin debitlədir rəqəmin, bax.
Sen hemen Dövrəyə qalx cədvəlinə bax. 701-in debitində durublar topa. Hələ mən zərərə tanımamısan ki. Sadəcə satışınınkini tanıdın mal olaraq. Bilirəm. tartta tezmayede. O bizim ambarımıza gəlirdi ondan sonra. Doğru deyil də. Yəni neynirəm ki, maya dəyəri 5000-dir zaten. Mənim bu malımızın maya dəyərini tanımadıq ki. Bildin? Dəqiq. Bax, iki dənə maya dəyər metodumuz var idi. Düzdür. Biri öz ambarımıza gələnə qədər hesabladığımız, yəni məhsul satışa hazır olana qədər çəkdiyimiz xərclər. Bu malın maya dəyəri idi. Bir də məhsul ambarımızda satışa gedərkən yadınızdadır onu nəqliyyat və aparan nəqliyyat vasitəsinin amortizasiyası deyirdim sizə. Şoferin əmək haqqısının DSMF-sini və yaxud da həmin işçinin bonusunu, satış bonusunu, nə bilim mağazada verdiyi kampaniya, o satışla bağlı olan prosesdir. Orada iki seçimimiz var. Dolayı yolla təsir edirsə, bunu əməliyyat xərclərində satış xərci kimi saxlaya bilərik. Yox, birbaşa immünlü bəlli bir məhsulun bu telefonun satılması üçün çəkilən xərcdirsə, həmin telefonun gəlirinin altına bağlamalıyıq. Siz ehtiyatların qiymətləndirilməsi dərsində səhv etmirəmsə, sizə bir prinsipdən bəhs etmişdim. Uyğunluq prinsipi. Gəlir nə zaman tanıyırsa, xərcini də o zaman tanıyırıq. Xərci tanımışıqsa, mütləq onun bir gəliri olmalıdır, onu da tanımalıyıq. Yəni, ayrı-ayrılıqda biz bunları tanımırdıq. Niyə? Çünki mən bu xərci çəkmişəm. Daşıma, usta və fəhlə. Nəyə görə? Səbəbim nədir? Bəli. Bu məhsulu A nöqtəsindən B nöqtəsinə həm aparıb çatdırmaq, həm satışı realizə eləmək üçün. Təhqiq təslimi yerində vermək üçün. Yəni, birbaşa bu satışın maya dəyərinə daxil olmalıdır. Mənim başqa mebel satışlarımın daşınma xərci kimi görünməli deyil. Bu daşınma birbaşa bu satışla bağlı olduğuna görə onun maya dəyərinə daxil olmalıdır. Amma malın deyil. Malın özünün maya dəyərinə o zaman daxil olardı ki, mən onu daşıyardım, fəhlə yığardım maşına, gətirərdilər bizim ambara boşaldardılar, fəhlə xərcin gələrdim malın üstünə. Növbəti gün aparardım yataşın ambarına və yaxud da ki, ofisinə. O zaman da usta pulun tanıyardım satışın maya dəyərinə. Amma usta gəlib onu bizim ambarda quraşdırsaydı, biz onu hazır məhsul kimi aparsaydıq, o zaman ustanın da pulunu maya dəyərinin içərisinə daxil edərdim. Və satışın maya dəyərinə məhsulum mənim 5000-6700 manat kimi gedərdi. Maldan silinərdi o. İndi isə maldan silinməyib də, yəni öz xərcindən silinib yəni. Öz öhdəliyində. Şimdi sen bilmiyorum da bilmek istiyorum. Mesela şu aile əməliyyatlarında bizim üçün məhəllərin tapılması, paranın tapılması ambarıcı. Bəli. Real situasiyada bəli. Bu şekilde satış daha çok səhvləyir. Ambardan olmasın. Bu şəkildə ambar xərcin yoxdur sənin ortada. Kötü bir yerdə. Əlbəttə, edə bilirsənsə bəli. Biraz çox deyə çatlaşmaqdır. Adamlar 211-də baxın görün kimi qeyd edirəm. Qeyd edə bilmədik. Yataş. Mən niyə kopyalamadım ki? Kopyalamağa tapa bilmirəm. Niyə kopyalamaq istəyirəm? Çünki burada debitor kreditor cədvəli də samiflə düzəldə bilərsiniz deyə. Tamam. 35.000 tanıdım. Eyni əməliyyat. Burada 521 oy. 521 vergilər fərqli olacaq. Bir dəqiqə. 521-in plusu var. Əlavə dəyər vergisi də 521 bir olaraq seçirəm. Ha? 525. Bəli. O nə deyək? ƏDV öhdəliyi. Tamam. Rəqəmimiz nə qədər olacaq? 35-in 18%. Hangi faiz? 15 yazdı. İnşallah Allah
Bəlkə elə istəyərək proses baş verib. 15-ə düşürərlər. Çantamda. Əməliyyatı yoxlayaq. 211 41.300 manat alacağım əmələ gəldi. Baxın, debit qalıbım var. Hə, bir dənə hələ nəticəsinə baxaq. 601-də durum nə yerdədir? 601-də vəziyyət 35.000 göstərir, doğrudur. Satışın maidəri 6.910 göstərir. 6.300 manat burada mənim yenə fərqim əmələ gəlib. 6.300 manat nə əməliyyata girdim ki mən? ƏDV əməliyyata girdim. Daha sonra hansı əməliyyatım qaldı? 500 Sonra. Eyni tarixə. Satışımı etdiyim zaman, gəlirimi tanıdığım zaman mən bu gəlirin əvvəlcədən aldığım bir hissəsi var idi avans olaraq. Nə qədər almışdım? Yani parası. Hardan baxacağım? 500. Bəli. 33.040 manatlıq pulunu öncədən almışım. Ona görə bu rəqəmi bağlamam lazım. Gəlirəm. 543 hansı şirkət? Yataş mebel. Hardan bağlayacağım? 211 yenə Yataş mebel. Ayten diqqət edirsən, bayaqlarımda eyni adlar qabaq-qabağa idi Pegasus'la bağlı. İndi isə alınmış avansımı bağlayıram, yenə qarşı-qarşıyadır. Çünki eyni şirkətin hesablarıdır məndə olan. Biri borc hesabımdır, biri alacaq hesabımdır. İkisini üzləşdirirəm. Yəni ki, biri digərini azaltsın deyə. Elə bir hər ikisini azalan yerində qeyd edirəm. Aktiv alacağımı da azalan tərəfdə qeyd edirəm. Borcumu da azalan tərəfdə qeyd edirəm. Borcum debitdə azalır deyə 543 debitə, alacağım kreditdə azalır deyə alacağımı isə kreditdə qeyd edirəm. Və rəqəmimi qeyd edəcəm, hardan götürəcəm? Balansımdan ki 33.040 manatdır. 33.040 manat. Alınmış. Bəli. 114 abi. Buyur. Siz kartını alın. Va buradan aldım. Çox möcüzəvi suallar verirsən. Va buradan. Yüzümün Əməliyyat şurada da göstərim. 33.000 hardan alındı? Gəlirəm. 28.000 üzərində 5.040-ı gələndə 33.040 edir. Okey. Baxaq görək bağlandı mı? Bəli, bağlanıb. Senden şimdi. Yenə 33.040 fərq əmələ gəlib. Niyə? Çünki debitora gedib düşməyib, çox güman ki. 33.040 alınmış avans da var. Amma cəmdə düşməyib. Mənfi ilə. Tamam. O zaman 33.040'ın rəqəmi nədir? F neçədir bu? Y 79. Dövrəyə qalığın cədvəlində Pirus Y 79. Tamam. Növbəti əməliyyatımız nədir? Ben şimdi. Nə zaman? Həmən gün. Ben sana dönüyorum. Yalan. Yox, bunu bu ödənişi kim edirdi? Ben siyah şey. Debit hesablarım doğrudur. Evet. Bank hesabıma və depozit hesabıma qeyd elədim. Pul ödəyən kimdir məndə? 211 Yataş. Ben de seni çalışmışım.
Bəli. Yataşı nə demədik? Mən nə qədər ödəyəcəm indi? 7 metre. Mən isə balansdan baxmaq istəyirəm. Harda baxacam? Alacağımı axtarıram da, düzdür? 211-də baxıram görüm nə qədər pul qalıb. Mənə 8260 manat pul ödənməlidir. 7 metre esasını yükləmişəm. Bəli. 7000 də qalıq məbləğin 18%. İkisi bir yerdə eyni rəqəmi verəcəkmi? 8260 verdi. 126 onu deyirsiniz. Tamam. Sonra nə etməliyəm mən? Böyle. 23'ünde başka bir əməliyyatınız qaldı. Bir dənə gözdən keçirin. Gör 23'ünde hansı əməliyyatınız qala bilər? Öhdəliklərinizi hesabladınız, ödədiniz, şirkətlərlə bağladınız. Sürücünün pulunu ödədiniz. Fəhlələri ödədiniz. Satışın madələrini əlavə elədiniz. Əmək haqqılar ay sonu hesablama edəcək o ayrı. Amma hal-hazırda ayın 23'ündəyik. Heç bir əməliyyatımız yoxdursa 24'ün əməliyyatı işləyə bilərik. 24'də nə baş veribdir? Malı təhvil alandan bir gün sonra Pegasus'a ödəmə eləməliyik. Pegasus'a mən nə qədər ödəmə eləyəcəm? Pegasus'a. Bu zaten 20%'in bize ödedi de. Yani indi ödedi. Bak o qalıq 20% var idi. Gel bura yazım. Sizin üçün fərqli olmasın. 20 faiz. Bəli də bildim. Balans. Pegasus mənim öhdəliyim olan yer idi. Baxın nə qədər qalıb. 2950 man. 2500. Bəli, yenə mən ödəmə edəcəmsə artıq bank və depozit hesabım. Niyə depozit hesab keçirirəm? Elə bankdan köçürə bilmərəm bunu mən. Niyə? Saçmalıydı. Bankdan köçüründə də əvəzləşmə eləyə bilirik də. Biraz 200 de. 224 lira şeydə depozit hesabı. Mən belə seçirəm. 224'ü başqa təyinatçı istifadə edirəm. Aslında danışmıyoruz. Çok güzel. Yeni 4'ü bəli. yeni şey yapmışsın. Yazmadım. Fikir için. Ben değil. Yox, mən onu demirdim. Deyirəm, mən niyə bunu bank hesabından yox da depozit hesabdan ödəyirəm? Bəlkə də bank hesabından ödəyim. Yine əvəzləşdirə bilirsən də, bank hesabını ödədiyi də əvəzləşdirə bilirsən. Çünkü bu da demektir. O sırada bir hesabı Baxın. Almaq istədiyim cavabdan uzaqda fırlanırsınız deyə keçirəm, göstərirəm ha. Çünki mənim balansımda və yaxud da pul vəsaitlərimdə depozit hesabımda zaten pul var. Mənim depozitim çox yavaş deyilsən də, biraz mükəmdir. Ha, depozitimdə mənim pulum olur və bu ancaq vergilər ödəmək üçün olduğunu bilə mən. Şunların çədim çatmadı. Yəni mən niyə bank hesabındakı likvid pulumu istifadə eləməliyəm ki? Və kimə ödəyəcəm? Sabahı dediğimizi. Bütün sözləriniz doğruydu. Doğrusu demədim ki yanlışdır. Pegasus. Hani Pegasus? Zəhmət olmasa bölünməni siz deyin də. Mən bir dənə Çok yaşın üstünde güzel. Bakıyor tabii. 450. Sağlık koordinasyonu da var.
borcumuzun əsas məbləği 50% qismində, bir də alıb borcunun ödəvi məbləği. Yaxşı, ödənişi yazıram, sonra demək ki yazmadım. Ödəniş. 50'ni yuxarıda yazmışam da. Yaxşı. Eyni performansla aprel ayında gözləyirəm qabaqlarda 50%-də. Kim dedi onu deyirəm. 24'ü bitti. Sonra ne oldu? Gelir yemeğe hakkı. Ay sonu gəlir. Aha. Qıç əmək haqqını özünüz hesablayasınız. Əmək haqqı cədvəlində. Əsas məsələ ayın bağlanması məsələsi var. Amma əmək haqqında bir dənə situasiya var da, onu izah edeyim. Bəli, birini yaza bilərəm. Bir dənə duruma baxın. Buranın uyğunluğun düsturunuzu düzəldə bilərsiniz. Yəni orada yaxşı cəmlər var idi. Baxın da. Ne edirdim? Hə, tamam. Əmək haqqını deyin mənə. Sərf eləmədin. 3-8-26. Neye sesini sapıyorsun? İcra Satışa əsasən. Satış 35 bin değil. Erkek yemiş. benim ticaret kilim benim şurada benim. Tamam, başqa kim var? Mühasebe arasında olursun. Kart. O zaman mən bərabərdir deyirəm. Direktor plus mühasib 700 kartından sonra. koordinator isə bu müqabildən saymadığım üçün bərabərdir. Koordinator 700 manat plus satış meneceri 300 manat olaraq qeyd edirəm. Biri 711'de 700. 700 Niyə 300 manat qeyd edim? 2% bonus var. Hansı rəqəmin 2% hesablayacağım? Kart. Hadi bakacağım ona 211'de. Bakma biz bir de yazmış. 41.300 manat. Tamam. Evet. 300 manatın əvəzinə yazırım. 300. Hara getdi bu? Plus Mesela 41.300 plusun 2%'e budur. Satıştan bağladan ise 721. Biri ise 721'de. Yani 7 ayın 30'unu aynı sesinden de aprel 30. Bir Mart'ta yok 31 gün. Soykırım günüdür. Bu 721. bir şey diyeyim. Doları cəmlət yazmamız nedir? Kaç etti? 180 Hesaplananı bəli. Ama sonra geçtiler. Yıllar Bəli. Onu da burada hesaplayacaqsınız zaten. Birazdan vuracağım bakarsınız. Əmək haqqı cədvəlini boşuna qoymamışam. Deməli, əsas məsələ nədir? Uşaqlar, diqqət eləməli olduğunuz şey. Satışın mali dəyəri üzrə xərcləri biz zaten burada hala bir İnzibati xərc, gömrük, desimif, reklam, əmək haqqı hardadır? 711.5. İnzibati xərcinki hardadır? 21. 21'e kadar gəlmişəm mən, görəmirəm mən. İşçi heyəti üzrə, nədir bu? İnzibati işçi heyəti üzrə xərc. Əmək haqqı yoxdur, yoxdur. Bəli. 21.1. İkinci tərəfsə 711.1. 11.5 idi deyəsən. O. İndi mi yadına düştü? Ne de yok. Tamam. Ne yazacağım ikisine de?
Hesablama yeri. Hemen bu ülkede yaradı. 533 mi? Bəli. Bunu aparıb sonra birdən gəlib eləməz. Benim ötelik. Dıyna. Mənim üçün tıynandı. Anladım. Qalsın elə. Ha. Pardon. Sen. Nasıl böyle bir yemin? Ben canım istemeden söyleyemesin. Teşekkür ederim. İyi güzel. Başımı kadar güzel. Sonra yapıyorum. Tamam. Yeter. Bitti. Nasıl? Sizin inşaatlar. 4026. Kaçlar başka? Kaçlar? 1826 manat. Görsüz mənfiyə keçdi. Digərində isə 2200 manat. O da mənfidədir. Öhdəlik tərəfin düzüydümü mənim? 533 hardasan? Hə, 4026 manat. Və salam. Bu da əmək haqqınız. Burada diqqət eləməli olduğunuz şey, DSMF-ləri hesablayanda işçidən tutulma ayrı göstərəcəz. Orada bir baxın. Balans tərəfləri, arası var orada. Oradan seçin və oradakı hesab nömrəsini kopyalayıb gətirib bura atın. Sonra burada uyğunlaşdırarsınız. Çünki keçirən formula formata da diqqət edir. İkincisi, inzibati xərc, əmək haqqısı inzibati xərc olan işçinin müəssisədən tutulan DSMF var, daha sonra müəssisə tərəfindən ödənilən. Onu da inzibati xərcə yazın. Satış xərcindən olan isə satış xərcinə qeyd edin. Yəni 711-ə qeyd edin. Və amma əməblərini harda tanımırsansa vergi tutma obyektini xədətəzə çıxmayın. Yəni olanıdır. Artıq sən vergi sot tərəfindən işləməyə başlayırsan. Sabah bu müəssisəsən biz hesabat yıxsaq burada necə olacaq? Uşaqlar, geridə qalan əməliyyatları rekordun axırına düşsün deyə deyirəm. Aprel ayını atmışam, bunun arxasından işləyəcəksiniz. Yəni, ilkin qalıq və buradakı dövrün sonuna qalığı, apreldə dövrün əvvəlinə qalıq olması lazımdır. İkinci əməliyyat, mütləq mart ayının sonunu bağlayın. 8000. Yəni, mənfəət və zərəri 801 nömrəli hesabı istifadə edin. Sizə mənfəət zərər hesabatı göndərmişdim. Bizə dəqiqə sizə hal-hazırda mənfəət və zərər hesabatının hazırlanması üçün struktur atın. Yox, Excel olaraq atmışam. Mən sənə belə deyəndə sən arı seçkiliyin var, yəni düşmənçiliyim yoxdur ki, sənə də atmışam əlbəttə. Niyə atmayım ki? Bir dəqiqə. Nasıl hep zaman tutuşuyor. Siz seçin etməmişsiniz də onunla, bəli, mən də biləm, heç etməmişsiniz. Direkten iki. Dərslər. Çok teşekkür. Kalkın bir şey gelir mi? Ben şunu boğazı böyle şey istiyorum. Orada. Orada bilmiyorum. Orada çok böylese sen hemen açık sende değil. Yok var. Annem bana seni böyle. Bizde yok değil olmasa bu. Yok çocuk. Bir babam. Şal verelim. Mənfəət və zərər cədvəlini atmamışamsa belə sıfırdan yığmağınız üçün sizə texniki tapşırıq göndərdim və içəridə xərclərin nümunəsi var. Bir şal verelim. Oradan baxıb hazırlaya bilərdiniz. 08 etti.